İsmayıllı rayonu Tircan kəndində ümumi sahəsi 85 sot olan genişliyi bu nöqtədən başlayır. Daha düz ora aşağıya qədər və uzunluğunda mənimlə bir yerdə videoda görəcəksiniz. Ümumi sahəsi 85 sot olan təyinatı əkin sahəsi sotu 1000 manatdan. Torpaq sahəsi satılır 85 sot. 85 sotdur. Burada artıq əkin eləyiblər. Bu tərəf boşdur. O aşağı hissələr hamısı bu torpaq sahəsinə aiddir. Buradan su xətti də keçir. Yəni torpaq üçün oradan su da götürə bilərsiniz. Ətrafı hamısı pay torpaqlar, əkin sahələridir. Əsas yoldan 10 dəqiqə piyada məsafədə yerləşir. Davam eləyək, buranla sizi mən tanış eləyim. İndi biraz aşağı düşəcəyik. Oradan da yuxarı çəkərik. Burada dağlar, gözəl mənzərə, çox verimli torpağı var. Buranı alıb əkin sahəsi kimi istifadə etmək istəməsəz belə başqa təyinatlarla da istifadə edə bilərsiniz. Bura hal-hazırda getdiyim yer maşın yolu kimi də istifadə olunur. Çünki orada əkin yox idi. Ona görə bu hissələrdə hamısı və bu ağaclarla boyu bu təqdim etdiyim torpağa aiddir. Eləcə də aşağı hissə. Buralar da həmin torpaq sahəsinə daxildir. Ümumi sahəsi 85 sot. Sotu 1000 manata. Biraz gəzdiyim yerlər yamacdır deyə video titrəyə bilər. Ona görə də üzrlü sayın. Biraz da sizə buradan mənzərəsini göstərim. Bu qədər dəyərli izləyicilər. Əgər siz də İsmayıllı rayonunda torpaq sahələrini, evinizi, həyət evlərinizi, obyektlərinizi satmaq istəyirsinizsə və yaxud İsmayıllı rayonundan mülk əldə etmək istəyirsinizsə bizlə əlaqə saxlaya bilərsiniz. Ofisimiz yerləşir İsmayıllı rayonu Aspetrolla üzbəüz İsmayıllı dairəsinin yanında. Best Home daşınmaz əmlak şirkəti. Buyurub ofisimizə də gələ bilərsiniz və yaxud da dəvət eləyin, biz yaxınlaşaq. Bütün İsmayıllı rayonu və kəndlərində və yaxın rayonlara, yaxın rayonların kəndlərində də təqdimatlar eləyirik. Əlaqə nömrəmiz səhifədə var. Girib oradan götürüb əlaqə saxlaya bilərsiniz bizlə. Hər kəsə bol şans. Nəfəsim də getdi.